Bu dəfəki verilişimizdə əxlaq və əxlaqi məsələlər barəsində danışacağıq. Təkəbbürlərə qarşı deyiblər təkəbbürlü olun. Axı təkəbbürlülük rəzalətdir, dindir. Bu məzmundakı təkəbbürlük deyil, formadakı təkəbbür. Formada din bizə deyir ki, təkəbbürlərə qarşı təkəbbürlülük eləyin. Və bu rəzalət də deyil, çünki formadır. Forma sən deyilsən. İslam alimləri də buyururlar ki, cənnətin özü də mərhələli şəkildədir. Ona görə də biz ruhumuzu nə qədər ki təkamülə çatdıra bilsək, hansı mərhələyə gətirə bilsək, cənnətdə də həmin mərhələdə insan o elə adekvat olaraq da o mərhələdə olmuş olacaq. Peyğəmbər də ona görə buyurur ki, bu ay Ramazan ayında insan yeməkdən, içməkdən və sair məsələlərdən kənardadır, mənəvi ab-havadadır deyə öz rəzalətlərini görsün, o rəzalətlərini fəzilətlərə çevirsin və yaxud da fəzilətləri varsa, bunları daha da inkişaf elətdirsin. Çünki münbit şərait yaradılıb. Allahın birbaşa nəzəri var, ziyafətullahdır. Biz elə bu dünyada ki, dinin bizə cızdığı məsələlərdə biz bunlara riayət eləsək, o əxlaqi məsələləri düzəltsək, elə burada da biz Allahdan gələn feyzləri qəbul edə bilərik, ruhumuzdakı o qəlbimizdəki rəzalətləri aradan qaldırsaq, çünki onun potensialı yaranacaq və bu elə ləzzətə qərq olmaq olacaq. Salam dəyərli izləyicilər. Ramazan ayı ilə bağlı podkastımızın növbəti buraxılışı ilə qarşınızdayıq. Allah bu ayda tutduğunuz orucları, etdiyiniz ibadətləri qəbul eləsin. Bu dəfəki verilişimizdə əxlaq və əxlaqi məsələlər barəsində danışacağıq. Ramazan ayı oruc vasitəsilə nəfsi cilovlamaq, əxlaqı kamilləşdirmək və mənəvi saflaşma dövrüdür. Ümumiyyətlə Ramazan ayı Allahın ayıdır. Həqiqət etibarilə o qədər əzəmətli və böyük bir aydır ki, insan ağlı onu dərk etməkdə acizdir. Belə ki, Peyğəmbər sallallahu buyurur ki, əgər bəndə Ramazan ayında olan dəyəri bilsəydi, ilin başdan başa Ramazan olmasını istəyərdi. Aləmlərin Allahı isə hədis-i qüdsüdə daha artıq söz buyurur. Belə ki, aləmlərin Allahı buyurur ki, oruc mənə görə tutulur və onun mükafatını mən özüm verərəm. Bu qədər əzəmətli bir ayı insan üçün dəyərli edən isə onun bu aydakı mənəvi ruhani vəziyyəti, əməlləri və təbii ki, əxlaqıdır. Peyğəmbər sallallahu Şabaniyə xutbəsində buna işarə edərək buyurur ki, ey insanlar, sizdən hər kim Ramazan ayında əxlaqını gözəlləşdirərsə, ayaqların əsdiyi Sirat körpüsündən o rahat şəkildə keçər. Göründüyü kimi Ramazan ayında orucluğa mənəvi rəng qatan ən mühüm amillərdən biri də əxlaq məsələsidir. Əziz izləyicilər, bugünkü verilişimizdə də xüsusi qonağımız var. Mən icazənizlə qonağımızı təqdim eləmək istəyirdim. Əzizimiz ilahiyyatçı Ruslan Məmmədli bugün bizimlədir. Ruslan müəllim, xoş gəlmisiniz. Xoş gördük. Xoş gördük. Təşəkkür edirəm sizə dəvətinizə görə. Həm sizi, həm də dəyərli ustadımızı, həm də bizi izləyənləri salamlayıram. Təşəkkür edirəm Ruslan müəllim. Və əziz ustadımız ilahiyyatçı Eyşən İsmailov da bugün bizimlədir. Eyşən müəllim, təşəkkür edirəm ki, öz dəyərli vaxtınızdan ayırıb. Mən təşəkkür edirəm sizə, çox sağ olun. Doğrudan da çox xoşdur. Həmçinin Ruslan bəyə də salamlayıram və mənim üçün çox xoş bir təsadüfdür bu. Sizinlə bahəm bu verilişdə olmaq və müəyyən elmi, əxlaqi məsələləri müzakirə etmək. Həmçinin izləyiciləri salamlayıram. Allahdan istəyirəm ki, bu ayı bizlərə mübarək eləsin və bu ayda bizi əxlaqi fəzilətlərə çatanlardan qərar versin. Çünki siz buyurduğunuz kimi doğrudan da Şabaniyyə xutbəsində Peyğəmbər buyurur ki, bu ayda çalışın, əxlaqınızı gözəlləşdirin. Çünki əxlaqını gözəlləşdirən kəs ayaqların titrədiyi Sirat körpüsündən rahatlıqla keçə bilər və onun əməl tərəzisi ağır gələr, əgər əxlaqını gözəlləşdirsin. Təşəkkür edirəm bir daha dəvətiniz üçün. Biz təşəkkür edirik Eyşən müəllim, çox sağ olun. Biz ənənəvi olaraq hər zaman mövzu müzakirəsinə qonağımızla başlayırıq. Bugün də Ruslan müəllim istəyirik ki, elə mövzumuza sizinlə başlayaq. Anons verildiyi kimi, az öncə qeyd elədiyim kimi, bugünkü mövzumuz əxlaq barəsində olacaq. Belə istəyirəm bir dəfə sizin baxışınızla baxaq ki, ümumiyyətlə əxlaq nədir və dinin təqdim elədiyi əxlaq necədir? Yəni bunların arasında nə kimi fərqlər var? Bir onlara baxaq. Bismillahirrahmanirrahim. Mənim üçün də çox xoşdur. Bir daha təşəkkürümü bildirirəm. Həm dəvətiniz üçün, həm də ki, bütün təşkilatçılara, yəni əziyyət çəkənlərə. Mövzuya gəldikdə çox yaxşı mövzudur.
Siz də girişdə dediyiniz kimi mühüm mövzulardan biridir. Əxlaq özü xulq sözündəndir, xulq sözün cəmindəndir və xüsusiyyət, xislət mənasını verir. Amma izah olaraq müxtəlif məktəblərin fərqli yanaşmaları var əxlaqa. Bəziləri deyirlər ki, bu tərbiyədən irəli gəlir. Bəziləri bunu sosial bir məsələlərə bağlayırlar, davranışlara. Yəni insanlarla münasibətdə sərgilənən bir məsələ kimi məhdudlaşdırırlar, amma siz deyən kimi dinin baxışı nədir bəs əxlaqa? Ümumiyyətlə İslam əxlaqı nədir? Bu çox yaxşı sualdır ki, çünki biz həqiqəti, əxlaqın özünü burada tapırıq. Və İslam əxlaqı bəzən də elə bu mövzu biraz da insanlara qarışıq gəlir. Çünki insanları çaşdıran mövzudur. Bəzən də belə, yəni anlaşılır ki, əxlaq sanki ancaq etika məsələləridir. Sanki davranışların toplusudur, qayda qanundur və marketinq əxlaqı deyilən bir termin var. Sanki bununla məhdudlaşır. Amma İslam əxlaqı isə deyəcək ki, təkcə zahiri davranışlar deyil. O davranışları sərgiləmək deyil. Həm də ki, insanın daxilindən gələn məsələlərdir. Çünki biz axı əvvəldə dedik ki, bu xislətdir, xislətlərdən söhbət gedir. Ki, elə İslam əxlaqı da gətirir insan ruhiyyəsinə bağlı. Hətta bir şey deyim, bağışlayın. Mən bəzən dərslərdə deyirəm bunu ki, bizim elanımız olurdu da ki, əxlaq dərsləri. Orada fikirləşirdim, tələbələrə də deyirdim ki, bəziləri üçün yəqin çətindir ki, deyəsiz ki, mən əxlaq dərsinə gedirəcəm. Kim istəyir əxlaq dərsinə gəlmək və insana qəribə baxarlar ki, insan əxlaq dərsinə qoşur. Bəyəm nə olub sənə? Əxlaqında nə problem var ki, sən get. Çünki insanların, Ruslan müəllim deyən kimi, insanların əxlaq düşüncəsi səhvdir. Elə bilirlər ki, əxlaq həmin o etikadır. Yəni etikanı bilmək üçün əxlaq dərslərinə getməyə ehtiyac yoxdur ki, əxlaq dərslərinə kimlər gedə bilər? Az yaşlı uşaqlar getsinlər, ona əxlaq müəllimləri əxlaqlı olmağa başlasınlar. Amma doğrudan da belə deyil. İslam əxlaqının təqdimat elədiyi əxlaqı din, ilahi konsepsiyada təqdim eləyib. Heç vaxt insan onu başa düşə bilməz və bizə universitetdə, yəni ali məktəblərdə keçirilən etika da o deyil. Yəni bunlar hamısı zahiri davranışlardır, sosial rifahın üçün nəzərdə tutulan davranış qaydalarıdır. İslam əxlaqının kökü də başqadır, onun özü də başqadır. O çox ciddi məsələlərdən ki, mənim həmişə dərslərimdə tələbələrlə elə danışdığımız, deyib güldüyümüz, müzakirə etdiyimiz məsələlərdən biri budur ki, yəni adama deyərlər ki, əxlaq dərsinə nə üçün gedirsən? Nə olub? Niyə əxlaq dərsinə ümumiyyətlə gedirsin ki? Və yaxud da əxlaq dərsi bəzi adamlar üçün yaxşıdır ki, onlar gedib əxlaq öyrənsin. Halbuki İslam əxlaqı birmənalı şəkildə belə anlaşılmamalıdır. Bəli. Hətta ustadın sözünə qüvvət olaraq deyim, bir dəfə biz əvvəllər ki, ustadın bu dərslərinə gedirdi, iştirak edirdi. Orada tələbələrdən biri deyir ki, bəs mən dərsə gedəndə anam sorur ki, hara gedirsən? O da deyir ki, bəs əxlaq dərslərinə gedirəm. Sonra anası deyir ki, bəs mən sənə yaxşı tərbiyə verməmişəm ki, sən bu dərslərə gedirsən. Görürsünüz, səhv anlaşılır. Səhv anlaşılır. Amma bir mənalı şəkildə demək lazımdır ki, əslində əxlaq elmi belə deyil, əxlaq elminə hər kəsin ehtiyacı var, alimlərin ehtiyacı var əxlaq elminə. Əxlaq elmi insanın nəfsini islah eləyən, ona ali fəzilətləri aşılayan, onu ali fəzilətlərə çatdıran bir məsələdir. Eyni zamanda insanda müəyyən rəzalətlər olur ki, onu rəzalətlərdən arındıran bir elmdir. Onu zahiri davranış kimi anlayırıqsa, İslam əxlaqı belə deyil təbii ki. Bəli, çox sağ olun ustadcan. Elə ustad buyurduğu kimi, yəni təkcə bununla kifayətlənmir. Yəni çünki bu ibtidai məsələdir. Elə kənardan da sanki ibtidai görsənir deyə çoxu müraciət eləmir. Yəni İslam əxlaqını və yaxud da əxlaqın özünə ki, biz zaten əxlaqlıyıq. Yəni zaten biz belə deyim də o ibtidai məsələ, o mərhələni keçmişik. Amma gəlib İslam əxlaqının dediyi məsələlərə toxunanda, məsələn, həsəd olsun, riya məsələsi olsun, kibri olsun, bu məsələdə görürsən ki, biz 1000 illərdə yaşasaydıq, heç ağlımıza gəlməzdi ki, belə bir məsələlər var, belə bir mövzular var. Ümumiyyətlə, Allahın da elə qadağan eləməsində və yaxud da İslam əxlaqında bəzi göstərişləri ciddiyə almasında və yaxud da insana bu məsələləri xəbər verməsinin elə zərurətini göstərir. Düzdür, biz vaxt olsa qabaqda danışarıq. Yəni bu qədər məncə.
Təşəkkür edirəm Rüstam müəllim. Doğrudan da, yəni o bayaq sadaladığımız kimi o təkəbbürdür, riyadır və sair bu məsələləri Heç doğrudan da olmasa heç vaxt həm hiss eləmək olmazdı, həm də onunla belə deyək mübarizə aparmaq yollarında bizə dini mətnlər izah eləyir. Həqiqətən də təşəkkür edirəm sizə verdiyiniz cavab üçün. Eşəməm, bir sual var, elə biləm ki, bu sual hamının xoşuna gələcək bir sualdır. Biz həm istər sizin dərslərinizdə, istərsə də xütbələrinizdə tez-tez rastlaşdığımız bir terminlər var ki, məzmun və forma əxlaqı. Bəli. İstəyərdim ki, bu podkastımızda bu barədə biraz da dərinləməsinə məlumat verərdiniz ki, bilək onların fərqi nədir? Bəli, bəli. Çox yaxşı yerində sualdır. Ona görə ki, İslam əxlaqı nədir desək, gərək mütləq məzmun və forma məsələsinə toxunulsun. Çünki elə bayaqdan da danışdığımız kimi bəzən formada olan etik məsələləri əxlaq biliblər. İslamda da həmin o formaya aid olan məsələlər var. Amma İslam gəlib bəzi həqiqətləri insanlara aşılayıb ki, heç elə əxlaqi məsələlər var ki, onun forması yoxdur. Məsələn, insan elə bir əxlaqi, ümumiyyətlə əxlaqda fəzilət və rəzilətlər mövzusu var. Bunların da forma və məzmunu var. Bəzi insanın daxilində fəzilətlər var, onun forması var və məzmunu var. Məzmun yəni daxildə olması, ruhda. Bir də ki, rəzalətlər var. Rəzalətlər də bəzən insanın daxilində və zahirdə. Məsələn, kibir və ucub deyilən, belə deyək, xüsusiyyətlərin, rəzalətlərin forması yoxdur. Ola bilər ki, kibir özünü xaricdə göstərsə, onlar təkəbbürlük. Bu da kibirdən doğan başqa bir xüsusiyyətdir. Yəni, eləsində kibirin özünü göstərməsidir. Amma elə insan var ki, təkəbbürlü deyil, amma kibirlidir. Ucubin isə heç bir özünü göstərmə əlaməti yoxdur. Yəni, bir insan çox sadəlöv görsənə bilər, amma ucublu olar. İndi ucubun nə deməkdir? Özünü bəyənməkdir və s. və ilə axır. Yəni ki, İslam əxlaqı daha dərin məsələlərə toxunur. Ümumiyyətlə, İslamda birinci mövzu məzmundur, yəni daxili məsələdir. İslamın məqsədi bəzən belə başa düşülüb ki, İslam dini ona görə əxlaq təqdim eləyib ki, ictimai nizam intizamı və insanlar arası həmin o rəftarları tənzimləsin. Bu var, amma ikinci dərəcəlidir. Hər bir şeyin bir əməlin 2 təsiri, 3 təsiri, 5 təsiri ola bilər, amma onlar sıralanmalıdırlar ki, ilk təsiri nədir? O birisilər də bəzən qaçılmaz olursa nə yaxşı. Bəli, bu məsələlərə alimlərin Allahı toxunub. Yəni, insan belə etməlidir filan. Amma məqsəd bu deyil ki, insan həmin o marketinq, Ruslan müəllim də bayaq dedi, həmin o marketinq əxlaqını düzəltsin. Yəni, Allaha marketinq əxlaqı lazım deyil. Mən bəzən deyirəm, marketinq əxlaqının məsələn də ən çox istifadə edənlər tutaq ki, receptionlardır. Təbiidir bu. Ümumiyyətlə, marketinq sistemində müştəri həmişə haqlıdır və onun kimi məsələlər, bunlar hamısı marketinq sistemində çox aktual məsələlərdir. Ona görə hər bir kəsin müəyyən əxlaqi məsələlərə riayət etməsi lazımdır. Baxın, riayət etməsi. Amma İslam gəlir, deyir ki, sən müəyyən məsələlərə riayət etməlisən. Çünki yaxşıdır, amma əxlaqi məsələlərə riayət etmək, əlbəttə indi hələ onu da deyəcək ki, Allah özü onlara hədd təyin edir, nə qədər, necə. Amma deyir, İslamın ən mühüm sözü budur ki, olar. Bir yerə qədər zahirən olursa eybi yoxdur. Amma zahirən əxlaq göstərmək əxlaqlılıq deyil. Bax, mühüm məsələ budur. Hər o kəsi ki, əxlaqa riayət eləyir, əxlaqlı deyil. Elə əxlaqa riayət eləyəndir. İslam gəlir, deyir ki, İslam əxlaqı, yəni məsələn Peyğəmbər Şabani xutbəsində buyurur ki, əxlaqınız, o nəyi demək istəyir? Yəni zahiri əxlaq belə, zahiri əxlaq sən deyilsən. Bu yapışdırma bir şey olur bəzən. İnsan onu müəyyən hədəflər üçün yerinə yetirmək məcburiyyətində qalır, düşdüyü şəraitə uyğun olaraq.
Görərsən evdə başqadır, işdə başqadır, dostlarla başqadır. Bax bunları ola bilər formada da insan müəyyən yerdə başqa cür olsa, amma İslamın əsas dediyi məsələ budur ki, əxlaq insanın daxilində formalaşmalıdır. İndi zahirdə də eləyirsənsə yaxşı eləyirsən, bəzən də zərurətdir, amma bu nəhai hədəf deyil. Sən onu necə eləməlisən, elə eləməlisən ki, sənin məzmununa hopsun və o sənin kimliyindən gəlsin. Məsələn, mən səxavətliyəm. Əl açsam, ya çətinlikdə olana cəhətindən, ya bir dostun çətinliyini görsəm ona, ya məsəl üçün nəsə hədiyyə alan adamam, hədiyyə verməyə xoşlayıram. Bu kimi məsələlər. İslam deyir ki, sən onu məsələn qonaqpərvərsən. Bir var insan qonaq gələndə çox əxlaqla qonağı qarşılayır. Bir var ki, qonaq sevir, qonağın gəlməsini sevir. Bir var insan məsələn çətinlikdə olanı görür, ona kömək eləyir. Həmişə çətinlikdə olanı görür, ona kömək eləyir. Amma ola bilsin ki, özü səxavətlilik ruhiyyəsində deyil. Yəni səxavətlilik edir, nəinki özü səxavətlidir. Bu iki dənə başqa-başqa şeydir. İslam deyir ki, sən özün səxavətli olana qədər çalışmasın. Onun hətta bizə İslam bilirsiniz nəyini deyir? Bizə deyir ki, siz bunun əlamətini də bilə bilərsiniz. O da budur ki, əgər əqli olaraq sən özünü vadar eləyirsənsə, yəni əmr əqildən nəfsə gəlir, ruha gəlirsə, bu demək ki, sən bu əxlaqi məsələyə riayət eləyirsən. İslamın hədəfi bu deyil. Bu marketinq əxlaqıdır. Demirəm ki, pisdir. Amma bu forma əxlaqıdır. Forma əxlaqında ilişib qalmağı İslam bizə məsləhət bilmir. Hətta məsələn sən salam verirsən, böyüklərə salam verirsən, qonşuya salam verirsən, qonaqpərvərlik edirsən. Bunlar bəzən adətən hətta zahiri formada olan əxlaq kimi görsənir. Amma İslam deyir ki, sənin daxilindən qaynaqlanmalıdır. Amma o şey ki, sənin daxilindən qaynaqlanan əmr sənə ruhdan gəlir ki, onu etməlisən. Və sən də ağlından onun necə edim, harda edim, nə qədər edim, onu hesab kitab edirsənsə, bu olur əsas İslamın dediyi əxlaq. Görürsünüz, nə qədər fərqlidir. Ona görə də bunu deyəcəyik ki, İslam əxlaqında əvvəla olan bəzi həqiqətlər var ki, heç ümumiyyətlə etika elmində yoxdur. Formada onlar görsənmir. İslam gəlir bizə bu qədər məsələlərdən toxunur, bu qədər məsələləri açıqlayır. İkinci məsələ budur ki, İslam əxlaqı gəlir bizim kimliyimizdə əxlaqi fəzilətləri yaradır. Bu da iki. Üçüncü budur ki, İslam əxlaqı gəlir bizdə müəyyən şeylər var ki, biz onu bəzən heç rəzalət kimi görmürdük. O gəlir o rəzalətləri tanıdır və onun aradan aparmasının yollarını bizə başa salır. Məsələn, deyim sizə o nədir? Məsələn, ucublu olmaq. Bəzi insanların yanında əslində əxlaqi fəzilət kimidir. Məsələn, bunun adını səviyyə qoyarlar. Bəzən də eşitmisiniz də, məsələn, buna deyirlər ki, bu insan cooldur. Niyə? Çünki özünü bəyənər, heç kəs onun umurunda deyil, özünü belə yapar. Bəzən valideyn bunu öyrədir. Bəzən psixoloqlar insana bunu aşlayırlar. Bilirsiniz, niyə insanın ucublu halı natamamlıq kompleksinin əksi kimi insana anladılır və insana elə bu ruhi. Amma din gəlir deyir ki, yox, özünü bəyənmək yaxşı xüsusiyyət deyil. Ümumiyyətlə özgüvənlə natamamlıq bunların arasında heç vaxt sən ucub məsələsini gətirə bilməzsən. Ya məsələn valideynlər həmişə, xüsusən də bəzən o bəzi sferalarda valideynlər öz övladlarını kibirli böyüdürlər. Onlara kibir aşılayırlar ki, sən istəyirsən ki, üstün olasan, belə eləməlisən. Bu liderlik xüsusiyyətidir. Sinifdə belə ol, dostlarından belə ol, hər sözə gülmə, hər şeyi falan elə. Bu kimi şeyləri deyirlər. Niyə kibir ona öyrədir? Bəzən də, hətta kibir xaricə çıxanda olur təkəbbür. Bəzən də ona təkəbbürlülük yollarını öyrədir. Gördün belədir, bu addım at. Gördün belədir, bu addım at. Niyə? Çünki bu sənə üstünlük qazandıracaq. Görəcəksən ki, səni artıq lider kimi formalaşdır və s. və ilə. Görürsünüz? Din gəlirdi ki, bunlar rəzalətdir, bunlar insanın nuraniyyətini aradan aparar, belə insanlıq, qəlblər belə rəzalətlərin olmasından dolayı insan ilişər, insan mənəviyyat hala gətirə bilməz. Bunları deyir bizə. Amma bizim öz ağlımıza qalsa, insan ağlına qalsa, insan bunları fəzilət kimi anlayır. Yenə deyirəm də, bəzən psixoloqlar bəzi şeylər aşırır. Hamısı demək olmaz, amma bilməzlikdən bəziləri həmin ucublu, kibiri və s. aşılayırlar. Və bir də nə olur? Bəzən psixoloqlar belə də təqdimat eləyirlər ki, ümumiyyətlə bu insan psixologiyasıdır. İnsan psixologiyasında kibir var. Və yaxud da riya, özünü göstərmək. Riyakarlığı ən pis şeylərin müqabilində
pis kimi qələmə verirlər. Amma ümumi o müəyyən riyakarlıqlar ki var, onlarda heç bir problem görmürlər. Əksinə onu insanın təbii bir ehtiyacı kimi dəyərləndirirlər və deyirlər ki, bunu Allah belə yaradıb. Ya Allah deyək ki, bizi yaratmayıb, ya da yaradıb. Əgər yaradıbsa o deyə bilməz riya eləməz. Çünki biz insan psixikasına baxıb görürük ki, orada özünü göstərmək var. Bunu necə Allah qadağan eləyə bilər? Halbuki alimlərin Allahı demir ki, bu xüsusiyyət aradan getməlidir. Deyir, özün kimisinə göstərtməməlisən. Riya özünü göstərmək olar, amma kimə? Rəbbinə. O kəs ki, ona lazımdır etmək. Başqaları sənin özün kimidir. Sən namazını, sən ümumiyyətlə yaxşılığını, sən vəsairəni və ilahını göstərməyə ehtiyac yoxdur. Məsələn, mən sədaqə verirəm, çəkim göstərim. Mən nəsə paylayıram, çəkim göstərim. Mən falan yerə getmişəm. Mən 5 dəfə ümrədə olmuşam. Ya indi ümrə deyəm, çəkim paylayım. Buna ehtiyac yoxdur. İnsanın ehtiyacı var. Bəzən, məsələn, sosial şəbəkələrdə biz həmən bu tənhalığı, həmən bu acını görə bilirik. İnsanlar riyakarlıqlarını, bilirsiniz, riyakar dilində yeni deyim, Azərbaycan dilində biraz ikiyüzlülük kimi məna başa düşür. Yox, ikiyüzlülük yox. İkiyüzlülük riyakarlıqdan, ümumiyyətlə dindəki riyadan fərqlidir. Belə sözlər çox qarışıq, belə sözlər var. Məsələn, necə həsədə paxıl deyiblər, amma halbuki paxıl əslində dini mətnlərdə simit kimidir, bəxildəndir. Və belə qarışıq məsələlər var. Onlardan biri də həmən bu riyakarlıqdır. Riyakarlıq bərabər ikiyüzlülük yox. İkiyüzlülük heç. Bunu elə bilirik başa. Desən ki, biri riyakardır, Azərbaycanlılar başa düşər ki, yəni ikiyüzlüdür. Yox. Amma elə o kəs ki, özünü Allahdan başqasına göstərmək umurundadır. Bilirsiniz, rahat deyil, aram deyil. Nəyisə edirsə tez çəksin, göstərsin. Bu onun natamamlığından dolayı olan məsələdir. Bu o özünü göstərməklə öz tənhalığını aradan aparır, natamamlığını aradan aparır, özünü nəsə. Bax, bu şeylər çoxdur da. İslam gəlir bizə bunlardan xəbər verir ki, bunlar olmaz, bunlar sənə yaraşmır. Düzdür ki, ikiyüzlülük deyil, amma sən özünü kimlərisə göstərməyə möhtac görürsən. Əslində göstərmək istəyirsənsə göstərə biləcəkən şəxs Allahdır. Danış ona bütün dərdini. Hər şeyini ona dinən. Onunla ancaq olar. Çünki həqiqi sahibi odur. Ona mühümdür sənin necə olmağın. Başqalarına mühüm deyil. Bir insan ondan başqasının özünü göstərirsə, o normal deyil. Bu normal deyil. Görürsünüz, mən nəyə gətirmək istəyirəm? İndi bu misalları niyə gəldirəm? Riyada, ucub, kibir. Heç, yəni bu mövzular əxlaq deyilən müəyyən əxlaqi normativlər ki var, heç orada bu mövzulara bəhs olunmur. İslamdır ki, gəlir, insanın ruhu nədir, nəfsi nədir, psixikası nədir və oradan nələr gələ bilər və onların hansı hara qədər olmalıdır. Məsələn, təəssübkeşlik. Təəssübkeşlik barəsində İslam əxlaqı çox qəribə sözdür. Deyir ki, ümumiyyətlə təəssübkeşliyin varlığı yaxşıdır, bir yerə qədər də zəruridir. Hətta qeyrət sifəti ki var, biz qeyrət deyirik, qeyrət deyəndə biz ancaq namus məsələlərinə aid edirik onu, amma din gəlir qeyrəti çoxlu məsələlərə şamil eləyir qeyrəti. Deyir ki, dinin qeyrəti var, vətənin qeyrəti var, ailənin qeyrəti var, xalqın qeyrəti var və s. Qeyrət nədir? Yəni təəssübkeşlik normal həddə olanda təəssübkeşlik, bu olur qeyrət. Normaldan adlayıb keçsə və insan haqq olaraq müəyyən haqqa göz yumsa, özünə mənsub olanların təəssübünü çəksə, ya halbuki haqq qarşı tərəfdədir. Burada artıq təəssübkeşlik pislənilir və həmiyyə mərhələsinə keçir və Allah deyir ki, orada olmaz. Amma ora qədər olmalıdır. Hətta kimdəsə bu az olarsa, o qeyrətsiz olar. Yaxşı, yenə deyirəm, bizim o ürfdəki qeyrət məsələsi kimi deyil. Yəni, qeyrəti az olar və onu düzəltməlidir. Yəni, bu dəfə onda o azdır, onu düzəltməlidir, minimumdur, minimumu çatdırmalıdır, yəni normal hədd eləməlidir. Yəni, ifrat təfrit dini terminologiyada, əxlaq elmində ifrat təfrit deyilir. Yəni, təfriti də pisdir təəssübkeşliyin, o olur həmiyyə və insan öz yaxınının ancaq haqq olduğu uğrunda danışır. Məsələn, Quranda ayələr var ki, siz hökm məsələlərində, məhkəmə məsələlərində öz yaxınlarınızı, övladınızı, atanızı belə müdafiə etməyir. Haqq nədirsə onun tərəfində olmaz. Amma eyni zamanda əgər təfrit olsa, yəni həddindən az olsa, insan öz xalqına qarşı olunan təcavüzə göz yumar, insan ailəsinə qarşı olan təcavüzə göz yumar, dinə qarşı olan sözlərə göz yumar, deyər ki, ehtiyac yoxdur. Bu da olar, həmin qeyrətə zid, ona qeyrətsizlik deyilir. Bu mənada. Deməli, görürsünüz, bizim ağlımıza gəlməz məsələləri İslam əxlaqı gətirir gündəmə. Bayaq dediyimiz kimi, deməli, belə demək lazım deyil ki, bir insan İslam əxlaqı ilə məşğuldursa, İslam əxlaqı dərslərlə gedirsə, onun əxlaqı yoxdur. Bəli, əxlaq bizim başa düşdüyümüz etika olsa, o ayıb olar.
Bunu elə biz evdən, ailədən görürük və hər kəs də ona riayət eləyir təbii ki. Amma əxlaq o mənada ki, insanın ruhunun təkmilləşməsi, kamilləşməsi, ruhunun Allah istəyən bir vəziyyətə gəlməsindən söhbət gedirsə, deməli mütləq İslam əxlaqına ehtiyac var. Hər kəsə, alimin də ehtiyacı var, tələbənin də ehtiyacı var. Hər bir kəsin buna ehtiyacı var. Çünki həm formanı bizə anladır, həm başa düşmədiyimiz məsələləri də gündəmə gətirir, həm heç vaxt onun günah olduğu, rəzalət olduğu anlamadığımız məsələləri də gündəmə gətirir. Bayaq dediyim kimi ucub, riya, bu kimi məsələləri, kibir məsələlərini və onlardan qurtulmağın yollarını bizə göstərir. Ümumiyyətlə əxlaq təkcə formada da deyil imiş, məzmunda da əxlaq varmış və ən əsas formadakı əxlaqı mühüm bilmir. O qədər formada əxlaqlı olan adam var ki, o fəzilətli saymır onu. Deyir, yaxşıdır amma fəzilətli deyil. Yaxşıdır, o səbəb ola bilər ki, səndə daxilən, məzmunda, ruhunda həqiqi fəzilət yaransın. Onu da mən yenə də xatırladıram. Onun da əlaməti budur ki, daxildən mənə əmr gəlir ki, bunu et. Qonaqpərvər ol, nə bilim, yaxşılıq et, sədəqə ver, çətinlikdə olan belə, gülər üzlülüyün belə olsun. O məsələn, xoş hadisə baş versə birinə həsəd yox, daxilən sevinmə. Məsələn, ola bilsin zahirdə biz deyək ki, maşallah olsun, eşitdim, maşın almısan, ev almısan, çox-çox mübarək olsun, Allah yaxşı-yaxşı yerlərə qismət etsin. Bu, hələ sənin əxlaqlı olmanı demək deyil. Ola bilsin ki, sən zahiri formada buna riayət edirsən. Ola bilsin ki, içində sən narahatsan, yanırsan, həsəd səni boğur. Bu isə rəzalətdir və bu cəzaya layiqdir. Bunun qəbirdə, qiyamətdə bunun problemi var. Ona görə də görürsünüz, zahirə hökm eləmir. Amma bəs necə eləyim? Daxilim nədir? Formada deyiləm? Yox, elə olmaz. Amma formada deyil, yaxşı deyil. Bunu dediyin yaxşı, amma bil ki, hələ sən yaxşı deyilsən. Sən yaxşı deyilsən. Sən görün, nə gözəldir və ağlına insanın gəlməz dərəcədə din olması idi belə məsələlər. Ona görə də İslam əxlaqı çox ciddi məsələdir və İslam əxlaqına baş vurmaq lazımdır mütləq. Ustad, siz danışdığınızda bir məsələ də yadıma düşdü. Bu forma və məzmun məsələsi ilə bağlı. Adətən elə tələbələrin suallarından görsənir ki, möminlər adətən o məsələdə çaşbaş qalırlar. Məsələn, götürək təvazökarlığı ki, biz adətən dərsdə deyirik ki, təvazökarlıq et mühüm deyil, təvazökar olmaq mühümdür. İndi bu dəfə də bəzən yeri gəlir ki, insan təkəbbürlü formasını göstərməlidir. Məsələn, necə ki, dini mətnlərdə görürük ki, Peyğəmbər deyir ki, məsələn, xanımlar bəzən əks cinsə qarşı təkəbbürlü göstərməlidir. Ki, əzilməsinlər və yaxud da insanın özü də bəzi yerlərdə bu formanı göstərməlidir, zərurət tələb eləyir. Möminlər də çaşırlar ki, bəs din qoymur axı təkəbbürlü eləməyə. Və burada da elə aydın olur ki, siz deyən kimi əslində forma başqadır, məzmun başqadır və İslam əxlaqında yönəltdiyi məsələ məzmundur. Əgər məzmunda təvazökarsansa, təvazökar olmusansa, deməli bəzən də sən yeri gələndə təkəbbürlü formasında da özünü göstərə bilərsən və bunun da əksinə heç bir qəbaməti yox. Yəni bəzən də təkəbbürlü kimsə nümayiş elətdirsə, o əslində təkəbbür deyil, təkəbbürlü deyil, təkəbbürlülük edir. Və yaxud da bəzi insanlar təvazökar deyil, təvazökarlıq edir. Yəni məzmun sən deyilsən. Çox gözəl misaldır bu da. Yəni məzmun sən deyilsən. Formanı. Daha doğrusu forma. Forma sən deyilsən. Sən kimsən, sən məzmunda olansan. Yəni məzmunda sən təvazökarsansa, daxildə sən təvazökarsansa, orada bəzən yeri gəlsə təkəbbürlü heç bir problemi yoxdur. Ya, hətta bizim dini mətnlərdə elə xanımlar ki, deyir, bəzən kişilərə qarşı belə olsun da, elə kişilərin də bəzən belə olmasını istəyiblər ki, məsələn, təkəbbürlərə qarşı deyiblər, təkəbbürlü olun. Axı, təkəbbürlülük rəzalətdir, dindir. Yox, bu məzmundakı təkəbbürlük deyil, formadakı təkəbbür. Formada din bizə deyir ki, təkəbbürlərə qarşı təkəbbürlülük eləyin. Və bu rəzalət də deyil. Çünki formadır. Forma sən deyilsən. Ona görə də forma yaxşı olsa da sən deyilsən, forma pis olsa da sən deyilsən. Baxmaq lazımdır ki, görək mən daxildə necəyəmsə o mənəm. Və İslam gəlir daxili düzəltməklə məşğuldur. Deyir, nə qədər ki forma deyilsən yaxşıdır, amma hələ kamil deyil. Ora qədər çalışmalısan ki, sənin içindən gəlsin bu məsələlər. Sanki bir mənada forma məzmunun güzgüsü olmalıdır. Bəli. Yəni, oradan gəlməlidir. Hətta Saməm də misal çəkdi və sizin misallara da uyğun biz səhv eləmirəmsə belə bir mövzu da keçmişdi. Bir var yaxşı adam, bir də var yaxşılıq edən adam. Bəli. Bunlar
tamamilə Fərqlidir, bir-birindən bəli, fərqli bəli. bir şeydir. Bir insan təvazökar adam var, bir də təvazökarlıq edən adam var. Təvazökar adamla təvazökarlıq edən adam fərqli-fərqli şeylərdir. Hər təvazökarlıq edən təvazökar deyil. Deyil. Aydın. Bəli, ola bilsin ki, edir də, ona riayət eləyir. Ya sizin dediyiniz kimi yaxşılığa riayət eləyir. Görürsən ki, hamı onu yaxşılıq edən görür. Amma o hər yaxşılıq edən yaxşı deyil. Demək, yaxşı adamın məzmunu yaxşıdır. Bəli. Amma yaxşılıq edən adam barəsində həmişə bunu deyə bilmirik. Baxmaq lazımdır ki, görək hələ daxili yaxşıdır. Bu çox ciddi bəslərdir. Cəmaatın bəzilərinin diqqət eləmədiyi bəslərdir. İslam görün insanı hara qədər aparır. İslam bura qədər islah eləmək məsələsini güdür ki, insan məzmununu düzəltsin, nəinki formadır. Eşəm abi, son olaraq bir dənə də sual verim, elə bu mövzumuzla bağlıdır ki, o bayaqdan ki, belə deyək də, İslam baxışında əxlaqın o fəzilət və rəzalət məsələləri ki, gündəmə gəlir. Məsələn, o rəzalətə malik olan, belə deyək də, bir ruhmu deyək və yaxud bir kimlik mi deyək, yəni nə baş verir? Bunun ruhu tənəzzül edir də, belə başa düşürük. Yəni təkamüldən qalır. Bu kimi riyakarlıq, deyək ki, təkəbbürlü və s. və s. hansı ki o rəzalətlər var. Yəni İslam bunu bir mənalı olaraq niyə qadağan edir ki, məsələn, bunlardan xilas olmalısan. Belə aydın, belə başa düşülür ki, bu insanın təkamülündə ciddi bir şəkildə maneədir. Onu istədim dəqiqləşdirmək. Rəzalətləri niyə Allah istikaradan aparır? Ümumiyyətlə rəzalətlər nədən qaynaqlanır? Rəzalətlər insanın nəfsindən qaynaqlanır. Bəzən insan təbiətidir. Aləmdən Allaha gəlir deyir ki, məsələn bayaq dediyim kimi təəssübkeşlik. Deyir təəssübkeşlik bura qədər icazə ver, buradan o tərəfəsini icazə vermə. Riya bura qədər icazə ver, buradan o tərəfəsini icazə vermə. Və sər və ilaxır kimi məsələlərdə icazə vermə. Birdən səndə artıq yaranıbsa rəzalət, bu rəzalət formada etməklə də onu örtbasdır eləməyinə baxma cəmaatın içində. Daxilində varsa, sən nuraniyyət əldə edə bilməyəcəksən. Çünki sənin ruhu xəstədir. Bilirsən, bir insanın bədəni yara olar. Bir insanın bədənində yara var, filan var. Paltarla onun üstünü örtə bilər. Kostyumla onun üstünü örtər, görsəmə, amma o xəstədir. Xəstədirsə, belə bir insanı müayinə eləyib, məsələn, nə bilim, filan yerə icazə verməzlər, filan yerə icazə verməzlər. Ya məsələn, daxili bir xəstəliyi varsa onu məsələn, virusu varsa, onu müayinə eləyərlər. Baxmayaq ki, zahirən sağlam görsənir, onu filan ictimai bir yerə buraxmazlar və s. və ilaxır. Dini mətnlərdə deyilir ki, indi buraxmazlar, o məsələn, dini mətnlərin zahirində görsən ki, cənnətə getməz. Məsələn, hədislərdə var ki, kimin ürəyində xardal dənəsi qədər təkəbbürlü olsa, cənnətə getməz. İndi niyə getməz? Çünki var da, burada rəzalət var, amma bir antoloji izah eləyəndə də, çünki o cənnətə layiq bir məqamdadır. Ruh cənnətin feyzini, ləzzətini ala bilmir. Ona görə də belələri ya dünyada onu düzəltməlidirlər, ya da yaxşı adamdılar, dindar adamdılarsa hələ, onlar üçün ölümün anında, ölüm anının çətinliyi ilə qəbirdə, bərzəx bir müddət ki, orada bərzəxdə qalır. Bu vaxtlarda o təmizlənmə mərhələsini keçir. Hətta o olmasa da qiyamətin çətinliyində təmizlənmə mərhələsini keçir. Çünki əgər mömindirsə, namazı ilə, orucu ilə, bunlar hamısı ilə cənnətə gedə bilər. Amma rəzalətlərdən nə qalıbsa, olan hamısını paçlamalıdırlar. Deməli, belə bir insan bu dünyada aləmdə Allahın rəhməti nazil orada, feyzi var. Heç vaxt Allaha yaxşı bəndəlik eləyə bilməyəcək. Əgər ruhunda rəzalətlər varsa, ucub, riya, kibir, təkəbbürlük, həsəd, kin, kudurət və yaxud da kobud əxlaq, bu kimi şeylər varsa bir insan heç bu dünyadakən mənəvi ləzzətlər hiss eləməyəcək. İkinci də budur ki, qəbrə qoyulanda da onlar problemə çevriləcək. Çünki mömin insanı təmizləməyə çalışacaqlar. Əgər mömin deyilsə, kafirdirsə və yaxud da dindən uzaq adamdırsa, ümumiyyətlə o elə həm qəbirdə ona problem olacaq, həm qiyamətdə bəzi insanları da cəhənnəmə atarlar, bəziləri cəhənnəmdə yanar sonra. Belə də bu müxtəlif mərhələləri var. Yəni ki, rəzalətlər mütləq insandan getməlidir və din bunun aradan aparması üçün addımlar təyin edir. Din onu bizə həm nəyin rəzalət olmasını bizə anladır, həm ondan necə qurtulmağı anladır və onun əvəzini nəyinə? Hər bir rəzalətin də müqabilində bir fəzilət var. Onu necə daha yaxşıya çevirməyin yollarını bizə göstərir. Eşəməm, siz qeyd elədiniz kimi bunun həm mənəvi fəsadları var. Hətta belə rəzalətlərə malik olan insanlar real həyatda da problem yaşayırlar. Məsələn, paxıllıq nəticəsində gedib kimsə qətlə yetirirlər, müxtəlif psixoloji vəziyyətlərə düşürlər. Elə kibirli də belədir. Kibirli də təkəbbür eləyir, hər kəsi narahat eləyir. Elə ucublu da belədir. Görsən etinasızdır və s. hər kəsə yuxarıdan aşağı baxır. Həsədçil də belədir, kin kudurəti olan da belədir. Bütün rəzalət sifətləri
insanın düz deyirsiniz ki, mən orada təkcə mənəvi məsələlərə toxundum. Bəli, dünyəvi cəhətdən də belə insanlar sıxıcı insanlardır, başqalarını narahat edən insanlardır. Məsələn, ucublu insanlar adətən etinasız insanlar olurlar. Kin-kudurət əhli olanların yanında necəsə eləməyəsən, amma biraz o yan bu yan kin-kudurətə düşəcək. Həsədçil insanın yanında heç vaxt yaxşılığını danışa bilməzsən və necəsə səni bax belə də indi dərəcələri var da hər birinin. Düz deyirsiniz ki, hətta bunlar dünyəvi cəhətdən də məhrum olurlar. Belə insanlar məsələn onunla iş yoldaşı olmaq istəməzsən, belə insanlarla ailə qurmaq istəməzsən, belə insanlarla dostluq eləmək istəməzsən. Hətta özlərinə də ziyan 100% özlərinə də bu dəfə o ziyanları özlərinə də olur ki, məsələn həsədçil barəsində deyilir ki, həsəd eləyən insana başqa şeyə ehtiyac yoxdur. O özünün cəzasını verir. Yəni insan həsəd eləyəndə qarşı tərəfdə heç nə olmur, amma özünü məhv eləyir bu cəhətdən. Yəni həm özünə, həm cəmiyyətə, həm ruhuna, həm mənəvi cəhətdən hər cəhətdən pisdir. Ona görə də insanın nəyə gücü çatırsa, əxlaqını düzəltsin. Peyğəmbər də ona görə buyurur ki, bu ay Ramazan ayında insan o yeməkdən, içməkdən və sair məsələlərdən kənardadır, mənəvi ab-havadadır deyə öz rəzalətlərini görsün, o rəzalətlərini fəzilətlərə çevirsin və yaxud da fəzilətləri varsa, onları daha da inkişaf elətdirsin. Çünki münbit şərait yaradılıb. Allahın birbaşa nəzəri var, ziyafətullah Ona görə də insan bu aylarda bu şeyləri etməyə çalışsa yaxşı olar. Təbii ki, indi onların yolları da var ki, gərək artıq indi biz podkastda hər şey deyə bilmərik. Əxlaq elminə müraciət eləsin ki, hansı rəzaləti nədir və hansı rəzalətdən qurtulmanın yolu nədir, fəzilətlər nədir və hansı fəzilətə çatmanın yolu nədir? Bunu artıq insan elm öyrənməlidir. Təbii ki. Eşəm həm çox təşəkkür edirəm. Elə bilirəm ki, həqiqətən də çox gözəl bir mövzunu müzakirə elədik. Elə biləm ki, izləyicilər üçün də olduqca faydalı oldu. Çünki çox qarışdırılan bir məsələ idi. Çox dinlənməsi lazım olan bir məsələ idi ki, bu qədər gözəl şəkildə izahlar verdiniz. Minnətdaram. Usta mən Eşəm mən bayaqları fəzilət və rəzalətlər barəsində danışdı və rəzalətlərin belə deyək ki, dünya və axirət ziyanlarından da qeyd elədi. Elə istəyirəm ki, bu əxlaqi fəzilətlər barəsində də sizlə biraz danışaq ki, əxlaqi fəzilətlərin hansı zərurət və faydaları var? Çox təşəkkür edirəm, çox yaxşı sualdır. Elə Eşəm müəllim də buyurduğu kimi çox gözəl nöqtələrə toxundu onunla bağlı. Mən də bu ətrafda birinci bundan başlamaq istəyərdim ki, ümumiyyətlə din insana bəzi həqiqətləri ki gətirir və insan ki öz ağlı ilə və təcrübəsi ilə çatmayacaq bir həqiqətlər var və o vəhy gəlir insana o həqiqətləri çatdırır. Və o həqiqətlərdən biri də budur ki, insan təkcə cisimdən ibarət deyil. Həm də insanın bir ruh tərəfi də var. Yəni insan iki hissədən təşəkkül tapıb, cismi və ruhu. Ruhun özü də bu dəfə insan üçün aydın olur ki, yəni əslində bir mücərrəd həqiqətdir. Biz onu necə ki cismimizi araşdıra bilirik təcrübə yollarla, amma ruhumuzu heç bir vasitə ilə araşdıra bilmirik. Çünki o yəni maddi ölçülə bilən bir şey deyil və maddi vasitələrlə biz onu yəni araşdıra bilmərik. Amma din və Allah gəlir bizə bu həqiqəti çatdırır. Birinci bundan xəbər verir ki, ey insan, sənin ruhun var. Sən belə bir həqiqətə maliksən, sən nəinki gördüyün bu cisimdən ibarətsən və bundan da əlavə bu dünyadan sonraki məsələləri gətirir ki, əslində bu dünya ilə kifayətlənmir məsələ. Yəni axirət aləmi də var. Sən bu dünyada ruhunla bağlı nə etdinsə, orada da axirətdə də sənin qalacağın mənzillər bu ruhuna adekvat olaraq da qalacaq. Necə ki, elə İslam alimləri də buyururlar ki, cənnətin özü də mərhələli şəkildədir. Ona görə də biz ruhumuzu nə qədər ki, təkamülə çatdıra bilsək, hansı mərhələyə gətirə bilsək, cənnətdə də həmin mərhələdə insan o elə adekvat olaraq da o mərhələdə olmuş olacaq. Elə din də gəlir bu məsələləri insana çatdırır. Və mühüm məsələlərdən biri budur ki, bəzən belə bir irad bildirirlər ki, Allah sanki insana bəzi əmr və qadağalar, göstərişlər verir ki, sən zahiri əməllərdən çəkin, məsələn, naməhrəmə baxma, donuz əti yemək və s. qadağalar qoyur. Bu dəfə də gəlir insanın daxili hisslərinə də müdaxilə edir. Bəzən bunu irad kimi bildirilir. Bəzən deyirlər ki, yaxşı başa düşdük. Elə çox diktator deyildi ki, gör insanın zahirindən əlavə siz demiş, hətta onun daxili hisslərinə müdaxilə eləyir. Din bu qədər. Bəli.
yəni deyirlər ki, yəni diktator dinidir ki, hətta yəni biz yaxşı başa düşdük ki, naməhrəmə baxma, zahiri əməlləri etmə, amma mənim daxilimdə ki, keçirdiyim hisslər var, riyadır, həsəddir, ona niyə müdaxilə edirsən? Yəni bu onlar üçün aydın olmayan məsələdir. O tərzi təfəkkür üçün aydın olmayan məsələdir. Amma İslam əxlaqı gəlir deyir ki, yəni insanın xəlq olunmaqda hədəfi ruhdur. Ki sənin ruh tərəfin var və gəldi insana xəbər verdi bu həqiqətdən. Bu ruhun da əsas və sən bu dünyada elə sənin məqsədin, hədəfin budur ki, bu ruhunu kamala çatdırasan. Və o cisimdən ki ayrılacaqsan, elə ustad da çox gözəl toxundu o məsələlərə ki, qiyamətdə ki bəzi hədislərdə də insanın daxilində o qalacaq rəzalətdə problem yaradacaq. Ona görə hətta bu qəbir əzabıdır, qiyamətdəki məsələlərdə o nemətdir. O bir nemətdir ki, insan təmizlənir. Təbii ki, möminlər üçün, dindarlar üçün bir nemətdir ki, burada təmizlənməyən kəslər o qəbir əzabını görəcəklər. Ölüm anında bu çətinlikləri yaşayacaqlar ki, ondan təmizlənsinlər. Çünki təmizlənmə olmalıdır ki, sən gedəsən. Necə ki, məsələn, bir uşağın hansısa daxilində bir problem olar, əməliyyat olunmalıdır, valideyn əlindən heç nə gəlmir. Deyir ki, yəni mənim bacardığım budur ki, sənə ən yaxşı, yəni sənin qalmağın üçün, sənin yaşamağın üçün sən bu əməliyyata girəsən. Səni incitsə də, ağrılı olsa da, insan üçün də belədir. Yəni bizim daxilimizdə rəzalətləri qalsa, biz o prosedurları keçməliyik ki, təmizlənir. Və bundan da əlavə, elə bayaq dediyim kimi, İslam dini, din gəlir insanı bu həqiqəti ki, çatdırır ki, sənin bir ruhun var və ruhun da bu dəfə iki istiqamətdədir. Bir təbiətin var ki, bu təbiətin hansı ki, bunun vasitəsilə sən ayaqda qalırsan. Yəni, bu özü lazımlı bir faktordur ki, sən bu dünyada yaşayasan, sən o xüsusi meyillərin var ki, sən ayaqda qalarsan. Bu təbiətin olmasa, sən bu dünyada yaşaya bilmərsən. Bəzən də elə deyirlər ki, bu təbiət niyə var? Məsələn, bəzi möminlər deyirlər ki, insan niyə günaha meyillənir? İnsan niyə riya etmək istəyir? İnsan niyə digər məsələlər? Amma məsələ budur ki, bu təbiət lazımdır. Bu lazımlı faktordur. Amma İslam dini gəlir insana bəzi xəttləri çizir. Deyir ki, bu xətt üzrə sən bunu kontrolda saxlamalısın. Çünki o başa düşmür. Onun şuuru yoxdur və onun bir özünün trayektoriyası var. Yəni sən onun qarşısını almasan, kontrol altına almasan, özü gedəcək. Ona görə Allah həm də insana ağıl verib ki, bunu ağıl çərçivəsində onu kontrol alsın və onu mötədil halda saxlasın ki, Allahın da bizdən istədiyi budur. Biz bildik ki, insanın ruhunun bu dəfə həm təbiət tərəfi var, həm də ki, fitri tərəfi var ki, o fitri tərəfdə özü də bir nemətdir ki, biz həqiqətlərə meyilləndirik. Yəni, İslam əxlaqının zərrəti buradadır. Buradadır ki, Allah din gəlir, insanı bu həqiqətlərdən xəbər verir ki, sənin ruhun var və ən zəruri məsələ elə budur sənin üçün. Sən zahiri gördüyün, maddi gördüyün şeylərdə aldanma, sən elə bununla məşğul olmalısan və axirət məsələsi də bununla təyin olunur. Elə ən mühüm məsələ budur. Bir də belə bir məsələ var ki, İslam dini ümumiyyətlə demir ki, axirətdə hazırlaş. Yəni, insanın burada islah olması elə bu dünyada da ki, onun ruhu təmizlənir, paklaşır, nuraniləşir. Bu dəfə Allahdan gələn ustad deyən kimi o feyzi alması elə buradakı nəticə elə burada da hasil olur. Yəni biz elə bilməyək ki, bu dünyada biz əziyyət çəkirik, dünya sıxıntılarını səbir edirik və axirətdə keyf edirik. Nəticəsini orada görəcəyik. Nəticəsini burada görürük. Bəli. Ki biz sanki orada ləzzət alacaq. Belə də deyil. Biz elə bu dünyada ki, o həmin dinin bizə cızdığı məsələlərdə biz bunlara riayət eləsək, o əxlaqi məsələləri düzəltsək, elə burada da biz Allahdan gələn feyzləri qəbul edə bilərik, ruhumuzdakı o qəlbimizdəki rəzalətləri aradan qaldırsaq, çünki onun potensialı yaranacaq və bu elə ləzzətə qərq olmaq olacaq. Bir dənə də söz deyim ki, üzr istəyirəm, siz onu mənəvi cəhətdən deyirsiniz, bəli, bu mənəvi cəhətdən. Amma inanın ki, hətta psixoloji cəhətdən də insan daxilən aram olanda, daxilən əxlaqlı olanda, məsələn, başqalarının xoş xəbərlərinə sevinir. Bu çətin işdir ya. Xüsusən öz yaxın adamlar. Bəzən insan bunu həsədlə müşahidə eləyir deyə. Bəzən insanlar inanın ki, hətta mənəvi ləzzətdən əlavə, insanlar psixoloji da bir aramlıq hiss eləyirlər. Hələ bu dünyada. Axirətdə də Allah ona nə verəcək, necə olacaq və yaxud da onların ruhlarına adekvatdır axirət. Bu təbii ki, din bizə gəlib başa salır. Bu da çox mühüm məsələdir. Ruslan müəllim ona birazca toxundu.
axirət mənzilləri bizim ruhumuza adekvatdır. Bizim ruhumuz nədirsə, axirətin, cənnətin mənzilləri buna uyğun olur. Eləcə də cəhənnəmin mənzilləri. Çünki onun da dərəcələri var, cənnətin də dərəcələri var. Amma bundan əlavə hətta insanın elə dünyadakı aramlığına da gətirib çıxardı. Bayaq siz də elə o məsələyə toxundunuz ki, rəzalətlər insanın bu dünyadakı həyatının da qaranlıq olmasına, əzabına gətirir. Bəli, elə bu dünyasına gətirir. Eyni zamanda fəzilətlər də belədir. Yəni bir insan dindar olmasa da, bax belə demək istəyirəm. Bir insan dindar olmasa da, amma bu rəzalətlərdən arınsa və yaxud da bu fəzilətləri daha da özündə çiçəkləndirə bilsə, onun bu dünyada psixoloji və ruhi, yəni mənəvi demək istəmirəm, psixoloji və ruhi haləti də, yəni əhvalı da yaxşı olacaq. Bu dəfə onun əhvalına da xoş təsir eləyəcək. Əxlaq bax bu qədər mühümdür. Amma yenə deyirəm, hansı əxlaq? Etmə əxlaq, kimlərəsə nəsə yox. Ola bilər bizim evimizə qonaq gələndə Allah eləməsin. Biz ondan çox xoş rəftar eləyirik. Həmin o marketinqdə, o resepşionların elə deyil. İndi mən bütün resepşionları demək istəmirəm. Onların işləri cəhətindən. Ola bilsin, elə resepşion var ki, elə daxilindən belə gəlir. Amma o iş nədir? İşdə ona tapşırılıb ki, sən mütləq xoş rəftar olmasan, müştəri qarşısında işçi həmişə belə deyək, səhvdir. Bu kimi resepsiyon əxlaqı budur ki, qonaq evimə gələcəm, mən ancaq ondan belə danışacağam falan şey. Bu yox. Bu insana əksinə ziyan verir. Bu əksinə insana ziyan verir. Mən psixoloqlardan birinin çıxışında da bunu eşitmişəm. O deyir ki, belə bir dindar psixoloq ustadlardan biri o çıxışında deyir ki, belə əslində əməllər insanın ruhuna pis təsir eləyir. İnsanın ruhiyyəsinə, psixikasına pis təsir eləyir. Özün olmaya bu cürə süni əxlaq sərgiləmə pis təsir eləyir. Amma süni əxlaq yox. Elə etdiklərini doğrudan da belə xoş niyyətlə etsən, içindən gəlsə, məsələn, qonaqları sevən insan, salam verməyi sevən, insan başqalarına kömək etməyi sevən, başqalarının xeyirlərinə sevinə, başqalarının yanında təkəbbürlü olmaya, təkəbbürlülərin yanında özünü çox da narahat hiss eləməyə, bu kimi şeylər hətta insanın bu dünyadakı əhval ruhiyyəsinə də təsir eləyər. İndi bir dənə axirət təcəssümü var, bir dənə Ruslan müəllim deyən, həmin o insanın ruhu mənəvi cəhətdən elə bir yerə gələr ki, bu dünyada üçün ləzzət alar, keyf alar, mənəvi ləzzətlər ona tərəf üz gətirir. Bundan əlavə həm də psixoloji cəhətdən də insanın aram, rahat olmasına gətirib çıxarır. Amma hansı əxlaq? Bir də deyirəm ki, İslamın təqdim elədiyi məzmun əxlaqı. Nəinki form əxlaqı? Yenə deyirəm, form əxlaqı əksinə süni olur deyə, davamlı olur deyə. Yəni bir dəfə olar, süni ebi yox, 2 dəfə olar, 3 dəfə olar. Amma sən ancaq belə bilsən, heç vaxt özünü düzəltmə əzmində olmasan, İslam əxlaqı gəlir bunu düzəltməkdə. Bu olmasa, sən o deyilsən və həmişə olmadığın kimi rəftar edirsən, bu bir gündə görsənir, bu bir yerə qədər də insana pis təsir edir və sair və ilə axır. Görün, nə qədər İslam əxlaqının insanın hətta bu dünyasında xoşbəxt olmasına, rahat olmasına, aram olmasına, psixologiyasına təsiri və faydası vardır. Çox gözəl nöqtədir ustadcan. Həqiqətən də elə biz buradan görürük ki, o etika məsələsi hara, bu biri mövzular hara. Sanki bu İslam əxlaqı məzlumdur. Bu cəhətdən məzlumdur. Təşəkkür edirəm. Həqiqətən Ruslan müəllim çox gözəl məsələlərə toxundu, çox incə məsələlərə toxundu, çox lazımlı məsələlərə toxundunuz. Eşəməm bütün bunların fonunda baxanda yenə də adam istəyir ki, aləmlərin Allahına sonsuz şükürlər olsun. Sizin bir gözəl sözünüz var ki, aləmlərin Allahı o təşri, rübubiyyət libasına girib bu dəfə bəndələri başda-başına qoymaq. Əslində mövzu mürəkkəb mövzudur. Bir mənada çətin mövzudur. O ruhdakı o rəzalətləri tapmaq, aşkara çıxartmaq. Görün aləmlərin Allahı necə məsələlər içində daxil olur. Ümumiyyətlə insan heç ayırd eləyə bilmir. Ümumiyyətlə etika ilə məzmunu ayıra bilmir. Elə bilir ki, əxlaqlılıq həmin o etikada olmaqdır. Halbuki Allah deyir ki, belə deyil. Sən bu şeyə fokuslanmalısan, bunu düzəltməlisən. Bəli, siz təsəvvür edin ki, bizim bu məsələlərdən xəbərimiz olmasaydı, o bayaq qeyd elədiyiniz kimi ki, axirət mənzilləri ruhun vəziyyətinə adekvatdır. Təsəvvür edin ki, biz bunları bilməsəydik, yəni görün nə qədər pis nəticələr olacaqdı. Həm dünya, həm də axirət səadətindən məhrum olacaqdı. Həqiqətən aləmlərin Allahına sonsuz şükürlər olsun. Eşəməm, elə mövzumuzu davam elətdirərkən istəyirəm bir məsələni də müzakirə eləyək ki, bu İslam əxlaqının hədəfi barəsində ki, İslam əxlaqının hədəfi sosial nizam və belə deyək də ictimai davranışları düzəltmək üçündür, yoxsa fərdi məsələlərə daha çox?
Bəli, bu məsələ biraz əvvəl də buna toxunmuşduq, amma burada lap geniş şəkildə toxunmaq olar ki, bəli, İslam dini, təbii ki, İslam dini üçün ümumiyyətlə bunu demək lazımdır ki, İslam dininin bütün göstərişlərində, Allah Mütəala bütün göstərişlərində bir hədəf nəzərdə tutulmur. Yəni bir əmr, bir göstəriş müxtəlif məsələlərə təsir edir. Ümumiyyətlə məsələn insan hər bir əməlinin ən azı 3 istiqamətdə təsiri var. Görürsüz, məsələn bir namaz qılaraq, bir sədaqə verərik, həm ruhumuza təsir eləyər, həm qəza və qədərimizə təsir eləyər, həm axirət təcəssümü tapar deyirlər. Çünki məad, axirət aləm bizim əməllərimizdən dolayı yaranır. İndi sual versələr ki, əməllər onun üçündür, yoxsa bunun üçündür? Hər biri üçündür. Bildir. Sədaqə versəm ruh təkamül eləyər, yoxsa axirət hər ikisinə. Görürsüz, Allah belə şeyləri çox edib. İndi əxlaqi əməllər barəsində. Əxlaqi göstərişlər istəyib. Məsələn, böyüklərə belə olun, salam verin. Əxlaqi fəzilətlərdən də birinci insan salam versin, qonşulara salam versin, qohum əqrabalara gedib gəlmək, silə-i rəhim deyilir. Nə bilim, böyüklərə hörmət eləyin, insanların yaxşılığını istəyin, xeyrini istəyin, onlar üçün dua eləyin, çətinlikdə olana köməklik eləyin və s. bunun kimi əxlaqi fəzilətlər, eləcə də daxili o fəzilətlər. Bunların hamısı görəsən, sizin sualdakı kimi görəsən, ictimai məsələlərin nizamlanması üçündür, yəni ictimai düzənin nizamlanması üçündür. Çünki insanlar hamısı bir-birləri ilə belə olsalar, ictimai düzən yaxşı olar. Yoxsa fərdin öz inkişafı üçündür. Deyəcək, hər ikisi üçündür. Hər ikisi üçündür. Amma ən çox belə görsənir ki, onları edib, insan özdə əvvəldə o bəzən daxildən olmaya bilər, elə şeylər var ki, insan onları edib, məşq edib, formada göstərə-göstərə eyni zamanda onu məzmuna keçirməlidir. Amma belə eləyəndə də həm məzmuna keçirir, həm də eyni zamanda da ictimai düzən də düzəlir. Yəni, məsələn, buna başqa bir misal da demək olar ki, şagird məktəbə gedəndə dərs oxuyur, təkcə məktəb onun elm öyrənməsi üçündür, yoxsa, bəli, yoxsalar çoxdur. Şagird məktəbə gedəndə səhər durmağı da öyrənir, müəllim tələbə münasibətlərini də öyrənir, orada yüzlərlə, onlarla şey öyrənir, möhkəmlənməyi öyrənir, uşaqlarla söz-söhbəti olur, müəllim və bunlar hamısını öyrənir, eyni zamanda elm də öyrənir. Yəni, ona görə də Allah həm bizdən ciddiyyətlə istəyir, ona görə də formada daha ciddi olmalıyıq, təbii ki. Bəzən insan deməsin ki, mən məzmununda yaxşı deyiləm. Məsələn, mən görürəm ki, məzmunumda səxavətli deyiləm. Ona görə də üzrlü bilsin çətinlikdə olanlar mənə heç nə etməyəcək. Belə də olmaz, yox. Belə deməyiblər. Bu ağla zidd addımdır. Et, amma orada ilişib qalma ki, etdim, yaxşıyam. Et, elə ki, kimlikdə də belə olasan. Mən nə yalan deyim, təvazökar deyiləm, ona görə təvazökarlıq etmək istəmirəm. Yox, belə söz deməyiblər bizə. Yəni, bu da səhv məntiqdir. Siz yaxşı sualdır bu əslində. Ona görə də ictimai məsələlər, ictimai nizam, intizam, ictimai rəftarlar, sosial rəftarlar da hamısı öz yerində olmalıdır. Təbii ki, amma din gəridir ki, bu nəhai hədəf deyil. Çünki o sən deyilsən hələ. Ən yaxşı budur ki, sənsən, içəridə hər şey yaxşıdır və onu göstərsən. Bayaq dedim, bir də yadımıza salıram ki, bunun göstəricisi budur. Mənə daxildən əmr gəlir ki, onu et, buna salam ver, ona kömək etməyə çalış. Hətta məsəl üçün maşınla gedirsən, gördün ki, o birisinin maşını orada xarab olub, sən də saxlaya bilməzsən. Amma içindən deyirsən ki, Allah özün ona kömək ilə düzəlsin. Yazıq da qalmışdı ortada. Heç dilinə də gətirmirsən, elə ürəyindən keçsən, bax, İslam istəyir ki, sən belə ol. İndi saxlayıb kömək eləsəydin, nuru ələn nur. Nur üstünə nur olardı. Amma eləyə bilmirsənsə, İslamın əsas istəyi budur ki, elə bax o olsun. Ona görə budur ki, şərqdə əgər bir nəfər narahat olsa, çətinlikdə olsa, qərbdəki narahat olması iman əhli deyil. Niyə? Çünki həqiqi imanın göstəricisi budur ki, yaxşılıqlar istəməlidir. Əgər yaxşılıq istəyə bilmirsə, insan deməli onun ruhu yaxşı deyil, ruhu nurani deyil. Ona görə də sualımızın cavabı budur. Dinin əxlaqının hədəfi sosial məsələlərdir, ictimai düzəndir, rəftarlarla bağlıdır, yoxsa ona görədir, yoxsa insanın fərdi ruhunun təkamülü üçün. Deyəcək, hər ikisi, əlbəttə daha mühüm budur ki, insanın da ruhu məsələsi gündəmdə olsun. Təşəkkür edirəm Eşəməm. Ruslan müəllim, sizə də təşəkkür edirəm. Həqiqətən çox maraqlı müzakirəmiz. Mən təşəkkür edirəm. Çox faydalı müzakirəmiz getdi. Minnətdaram ki, vaxtınızı ayırdınız, bizimlə həmsöhbət oldunuz. Əziz izləyicilər, daha bir podkastımızın sonuna gəldik. Mən sizinlə sağollaşıram. Yeni verilişimizdə görüşənə qədər təşəkkür edirəm.